Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Xəbərimiz var, həftənin cümə günü bol gündəmlə sizin qarşınızdadır. Bəli, həmişə olduğu kimi dəyərli izləyicilər, xəbərimiz var sizinlə birlikdə 90 dəqiqə olacaq. Özdə həftənin cümə 5-ci günü yorğunluğun içindən doğan yeni bir başlanğıcdır deyirlər 5-ci gün və həmin başlanğıcda da sizinlə birlikdəyik. Bəli, hörmətli tamaşaçılar, elə bu gün də sizdən qaynar xəttimizə gələn müraciətlər əsasında əməkdaşlarımız araşdırma aparıblar, qurumların mövqeyini öyrəniblər və bir neçə dəqiqədən sonra həmin sujetləri sizə təqdim edəcəyik. Ancaq öncə anonslara nəzər salaq. Paytaxtın 2 rayonunun qaz təchizatı müvəqqəti dayandırıldı. Aldığımız evin kvadratı çıxarışda az yazılıbsa nə etməliyik? Artıq bəzi tikinti şirkətləri var ki, onlar yalnız iç hissələri nəzərə alaraq satırlar. Sumqayıtda 30 illik istilik problemi. Sovet hökumət dağılandan sonra bütün kəsildi. Müraciətlər niyə cavabsız qalır? Qışda palçıq, yayda susuzluq. Təcil yardım gəlir xəstələrin üstünə, təcil yardım qırılır, bu yolda qalır. Sakinlərin sadə rahatlıq istəyi niyə təmin edilmir? Xəstəlik vərəqələrində yeni dövr. İşə götürənlərin təqdim etdiyi rubrik vahid bəyannamalar əsasında hesablama aparılmış olacaq. Bəs bu yeniliyin maaşa təsiri necə olacaq? Bugün gəldim, gözümlə gördüm ki, həqiqətən kəsiblər. 20 ilin ağacını kəsib. Məzarın ətrafındakı 17 illik ağacları kim və niyə kəsib? Həmişə olduğu kimi gündəmə dair aktual sosial mövzuları əhatə etməyə çalışmışıq dəyərli izləyicilər və bir sıra maraqlı xəbərlərimiz var. Elə evlərin kvadratları əgər az yazılıbsa nə etmək lazımdır? Hüquqi müstəvidə hansı mübarizə mexanizmləri var və bunu öncədən necə dəqiqləşdirmək olar? Ən maraqlı süjetlərdən biri də məhz budur deyə düşünürəm. Və ümumiyyətlə hər kəsi belə bir sual düşündürür. Bildiyiniz kimi indi belə deyək, yeni tikililərdə mənzil alarkən ümumiyyətlə onlar bir kupça problemi olur və ümumiyyətlə belə çıxarış problemi və çıxarışsız mənzildə yaşamaq vətəndaş üçün hansı riskləri yaradır? Baxın, əsas suallardan biri həm də budur və bu mövzunu nəzərə alaraq, eyni zamanda bu mövzu ətrafında yaranan sualları nəzərə alaraq biz studiyamıza qonaq dəvət etmişik. Bir neçə dəqiqədən sonra əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bizim qonağımız olacaq, hörmətli tamaşaçılar. Əgər bu mövzu ilə bağlı sizin də qarşılaşdığınız hər hansısa bir nüans varsa, məsələ varsa, hal varsa, buyurub bizə müraciət edə bilərsiniz. Eyni zamanda Şamaxınkada ilk dəfə işıqforlar istifadəyə verilib. Bununla bağlı da bizim xəbərimiz olacaq. Bir neçə dəqiqədən sonra sizin diqqətinizə çatdıracaq. Həmçinin içməli su bulaqları nə dərəcədə təhlükəsizdir. Ən aktual mövzulardan biri də məhz budur. Bəli, bizim əməkdaşımız Zərnişan çox maraqlı bir sujet hazırlayıb. Təklif edirəm ki, xəbərimiz var. Adətə bağlıdır deyə düşünürəm. Həm də bəzi hallarda biz bilirik, ənənələr var, bəzi yerlərə gedirik, görürük ki, su əl çatmazdır müəyyən bir dəqiqələrdə. Onda nə etməliyik? Nəyəsə alternativ vasitələrə əl atırıq. Mən düşünürəm ki, elə həmin anda insan çox da fikirləşmir. Təhlükəlidir, təhlükəsizdir. Yəni, su ehtiyacı varsa onu doldurmaq lazımdır. Bəli, Anar. Amma əgər siz belə deyək də bir gün öncə bunu desəydiniz, mən sizin fikrinizlə razılaşardım. Amma əməkdaşımız Zərnişan bir araşdırma aparıb və o araşdırmadan sonra mən əminəm ki, siz artıq bu fikirdə olmayacaqsınız. İzləyərik və bəli, elə qeyd edək ki, yeri gəlmişkən günün sualını da bu mövzuya uyğun təyin etmişik, hörmətli tamaşaçılar. Rejissorumuzdan xahiş edəcək günün sualını bir ekranda göstərsin sizlər üçün və səsləndirək. Küçələrdəki bulaqların suyundan istifadə edirsiniz. Bəli, içirəm, qaynatmaq şərti ilə xeyr, etibar etmirəm. Qaynatmaq şərti ilə yəqin ki, evlərdə su gəlməyəndə. O doldurulur, aparılır mənzillərə, qaynadılır və sonra içilir. Ola bilər, yəqin ki, amma bir çox hallarda da olur ki, bir də görürsünüz, elə evdə də gələn suyu bir çox adamlar qaynadırlar, daha sonra həmin sudan istifadə edirlər və ümumiyyətlə o qaynadılmış su bizim orqanizmimiz üçün nə qədər xeyirlidir, zərərli tərəfləri nə qədər sağlam minerallar qalır. Bəli, bu da ayrı bir mövzudur. Təbii ki,
Bir sözlə təklif edirəm ki, əməkdaşımız Zərnişanın sujetini izləyəsiniz. Bəlkə də günün sualında da seçim etməkdə sizə bir, necə deyərlər, köməkçi vasitə ola bilər. Sujetin anonsu da kifayət qədər geniş oldu, gündəlik təqdimatı da kifayət qədər geniş oldu. Elə bu yerdə bizim qaynar xəttimizi xatırlatmaq istəyirəm ki, 010-230-40-40 nömrəli qaynar xəttimizə zəng vurub müraciətlərinizi edə bilərsiniz. Eyni zamanda WhatsApp və Telegram ünvanlarına da yaza, səsli və ya video mesaj göndərmə imkanı əldə edirsiniz. Dəyərli izləyicilər və eyni zamanda xatırladaq ki, siz proqramımızı eyni zamanda İctimai Televiziyanın mobil əlavəsindən, İTV Mobildən də izləmək imkanı əldə edirsiniz və proqramımız hal-hazırda İctimai Televiziyanın YouTube səhifəsindən də canlı yayımlanır. Bəli, YouTube səhifəsindən canlı yayımlanır və YouTube-dan bizi izləyənlər, YouTube səhifəsindən bizi canlı izləyənlər ekranda gördüyünüz QR koddan istifadə etməklə günün sualını cavablandıra bilərsiniz ki, biz də buraxılışımızın maraqlı şərhlərinizi də gözləyirik, dəyərli izləyicilər. Nəticələrlə tanış edək. Eyni zamanda bizim qaynar xəttimizi xatırlatdı mənim həmkarım Anar. 010-230-40-40 nömrəli qaynar xəttimizə zəng vurub müraciətlərinizi edə bilərsiniz. Eyni zamanda qaynar xəttimizdə də QR kodumuz var. Həmin QR koddan da istifadə etməklə qaynar xəttə keçid imkanı əldə edə bilirsiniz. Biz isə indi keçid alırıq xəbərlərimizə. Belə ki, anonslarda səsləndirdiyimiz kimi paytaxtın 2 rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Azərqazdan verilən məlumata görə Xəzər rayonu Binə qəsəbəsində və Nizami rayonunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar olaraq bugün saat 10:00-dan etibarən bəzi küçələrin qazın verilişində müvəqqəti fasilə yaranıb. Burada mən düşünürəm ki, indi bunun insanların daha çox işdə olduğu vaxtda olması daha çox məqsədə müvafiqdir. Çünki istənilən halda insanlar daha çox hal-hazırda işlədilər və evlərə qayıtdıqdan sonra mən ümidvaram ki, axşam saatlarında artıq qazın verilişi bərpa olunacaq. Bəli, qazın verilişi bərpa olunacaq. Bu xəbəri sizin diqqətinizə çatdırdıq. Digər bir maraqlı xəbər isə yeni tikilən binalarda uşaqlar üçün, belə deyək, əyləncə meydançalarının olmamasıdır və valideynləri narahat edən əsas məsələlərdən biri budur, hörmətli tamaşaçılar. Bununla bağlı əməkdaşlarımız maraqlı sujet hazırlayıblar. Bir neçə dəqiqədən sonra həmin sujeti sizin diqqətinizə çatdıracaq. Bəli, bir çox məqamlar var orada. Amma bununla yanaşı sakinləri narahat edən digər bir məsələ də var. Az öncə qeyd etdiyimiz ki, burada çıxarış məsələsidir və çıxarışda ödəniş etdikləri, belə deyək, əgər bir şəxs mənzili alırsa, deyək ki, kvadratının az göstərilməsi də əlavə problemlər yaradır burada və mütəxəssislər bildirir ki, alqı-satqı müqavilələrində mənzilin sahəsi tikinti altı sahə də nəzərə alınmaqla daha böyük göstərilir. Amma dövlət əmlak reyestrində yalnız mənzilin daxili sahəsi hesablanır. Bəli, belədir. Balkon və eyvan kimi yerlər isə azalma əmsalları ilə ümumi sahəyə əlavə olunur. Nəticədə müqavilə ilə çıxarış arasında müəyyən bir fərq yaranır. Elə bununla bağlı da çox maraqlı bir süjet olacaq. Yəni süjeti izləyək, daha sonra müzakirələri davam etdirərik. Eyni mənzil, fərqli kvadrat. Son illər vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri də məhz budur. Mənzil alarkən ödəniş edilən evin kvadratı ilə çıxarışda göstərilən ölçü eyni olmur. Satış ofisində isə bildirirlər ki, bizdə qayda bu formadadır. Biz mənzilləri çöldən çölə hesablayırıq, divarlar da hesaba qatılır. Bu halda artıq neçənci MTK-lara müraciət etmişəm və bu süründürməçilik səbəbindən də mənzil sahibi ola bilmirəm. Bəs belə vəziyyətdə vətəndaş hansı hüquqi addımlar ata bilər? Hüquqşünas Mədinə Leqayevanın sözlərinə görə alqı-satqı müqavilələri üzrə iddia müddəti 3 ildir. Əgər mənzil layihə mərhələsində alınıbsa, bu halda məhkəməyə müraciət müddəti 5 il təşkil edir. İddia müddətinin ötürülməsi isə məhkəmənin vətəndaşın xeyrinə qərar verməməsi üçün əsas yarada bilər. Belə bir vəziyyət yarandığı halda vətəndaşlar bununla bağlı həmin o artıq hissə üçün ödənilmiş məbləğ və yaxud da ki, müqavilədə dəyişikliklərin edilməsi ilə bağlı birinci MTK-ya müraciət etmək lazımdır. Əgər MTK bundan imtina edirsə, yəni pretenziya şəklində müraciət etdikdən sonra MTK əgər bundan imtina edirsə, o zaman vətəndaş bununla bağlı mütləq qaydada məhkəmədə
müddətdə məhkəməyə müraciət edib həmin müqavilənin kvadrat hissəsində göstərilən sahəyə dəyişikliklərin edilməsi ilə bağlı iddia qaldıra bilər. Mütəxəssislər bildirirlər ki, çoxmənzilli binalarda sahələrin hesablanması xüsusi normativ qaydalara əsasən aparılmalıdır. Bəs mənzil alıcıya hansı ölçü ilə təhvil verilməlidir? Mənzillər satılarkən iç və çöl divarlar, havalandırma və məhəccər hissələr nəzərə alınmadan satılmalıdır. Bu hissələr nəzərə alındığına görə təbii ki, gələcəkdə vətəndaş öz mənzilini satarkən ona yalnız çıxarışda qeyd olunmuş ümumi sahənin pulu alıcı tərəfindən verilir ki, bu da nəticə etibarilə vətəndaşın ciddi şəkildə pul itkisinə səbəb olur. Artıq bəzi tikinti şirkətləri var ki, onlar yalnız iç hissələri nəzərə alaraq satırlar. Bəzi tikinti şirkətləri isə müqavilədə iç və çöl ölçülər ayrı-ayrı qeyd olaraq onu satırlar ki, gələcəkdə vətəndaş hər hansısa bir pul tələbində olarsa, artıq alqı-satqı müqaviləsində tikinti şirkətinin çöl ölçüsü və iç ölçülər qeyd olunduğu halda artıq vətəndaş heç bir tələbdə olmaz. Bəs tikinti şirkətləri bunu necə izah edir? Biz sakinə neçə kvadrat alıbsa, o kvadratla sənəd veririk və əmlaka göndəririk. Azalma əmlakdadır. Birinci növbədə əmlaka müraciət eləməlidir ki, nə üçün məndə bu azalma baş veribdir. Əmlakdan cavab almalıdır. Sonra o aldığı cavabına bizə yaxınlaşmalıdır. Dövlət Əmlak Xidmətindən isə bildirildi ki, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun olaraq aparılır. Qaydalara əsasən mənzilin ümumi sahəsi yaşayış və köməkçi otaqlarının sahələrinin, eləcə də balkon, lojya, terras, şüşəbənd və eyvanların müvafiq azaltma əmsalları tətbiq olunmaqla hesablanan hissələrinin cəmindən ibarətdir. Otaqların sahəsi divarların tamamlanmış daxili səthləri arasında döşəmə səviyyəsində ölçülür və daxili arakəsmələrin tutduğu sahə ümumi sahəyə daxil edilmir. Balkon və terraslara 0.3, şüşəbənd və lojyalara 0.5 azaltma əmsalı tətbiq olunur. Yəni məsələn 10 kvadrat metrlik balkonun yalnız 3 kvadrat metri ümumi sahəyə əlavə edilir. Eyvanların sahəsi isə azaldılmadan ümumi sahəyə daxil edilir. Qurumdan bildirilir ki, vətəndaşlar müqavilə imzalamazdan əvvəl mənzilin sahəsinin qaydalara uyğun hesablandığına əmin olmalıdırlar. Müqavilə ilə çıxarış arasında fərq yaranarsa, məsələ məhkəmə qaydasında həll oluna bilər. Görürsünüz nə qədər incəliklər var və hesablama vasitələri də fərqlidir və meyar da kifayət qədər fərqlidir. Bəzi hallarda görürük ki, balaca bir hissə qalır, lakin o da mənzil sahəsi kimi istifadə olunur. Misal üçün, eyvandan kənar olsa belə bəzi hallarda. Razıyam sizinlə, Anar. Ümumiyyətlə, qeyd etdiyimiz kimi, buraxılışımızın əvvəlində qeyd etdiyimiz kimi, çox maraqlı mövzudur bu. İndi bir mövzunu təqdim edəcəyik, bir süjeti. Daha sonra bu və indi təqdim edəcəyimiz süjeti də bizim qonağımızla müzakirə edəcəyik. Və bu sujetdə də yenə vətəndaşın uzun illərdir həllini gözlədiyi çıxarış. El dili ilə desək, Kupça problemindən danışacağıq və paytaxtın Qaradağ rayonu ərazisində yerləşən Cənub qapısı yaşayış kompleksinin sakinləri deyirlər ki, binaları artıq 2018-ci ildən istifadəyə verilsə də, bugünə qədər mənzillərindən çıxarış ala bilməyib. Nə az, nə çox Günel, düz 8 il və onların sözlərinə görə illərdir davam edən müraciətlər, görüşlər və verilən vədlər hələ də real nəticələrini verməyib. Üstəlik kompleksdə lift, mühafizə, işıq və digər kommunal xidmətlərlə bağlı da kifayət qədər problemlər yaşanır. Odur ki, Ceyhun Səbayeddinoğlu'nun süjetini izləyək. Uzun müddətdir bu mənzillər istifadəyə verilib, lakin hardasa 10 ilə yaxındır ki, bura köçən, burada mənzil alan sakinlər hələ də öz mənzillərinə çıxarış əldə edə bilmirlər. Bununla bağlı biz dəfələrlə aidiyyatı qurumlara, MTK-nın özünə müraciət eləmişik, lakin heç bir tədbir görülməyib, heç bir nəticə əldə olunmayıb. Qaradağ rayonu Cənub qapısı yaşayış kompleksi sakinlərinin şikayəti nə birdir, nə də iki. Deyirlər ki, ərazidə olan 4 binada 2018-ci ildən etibarən yaşayış olsa da heç kimə çıxarış verilməyib. Kupça hamıya problem yaradır, o cümlədən mənə də. Burada 2018-dən ev alanlar var. Hələ də kupça ala bilməyiblər. Kupçanın problemi odur ki, əmlakımıza əsas odur ki, sahib ola bilmirik. Burada konstitusiya
bəndin pozulması deməkdir. Hər bir vətəndaş öz əmlakının sahibliyi konstitusiya ilə qorunur. Bizi bundan məhrum ediblər. Şahidlərimiz çox olub, çox sözlər veriblər. Ən axırıncı dəfə də dünən görüşmüşük, ayın 31-nə söz veriblər. Sakinlər deyir ki, onlara hər dəfə vaxtla bağlı söz verilir. Son olaraq isə çıxarışın 31 mart tarixində hazır olacağı deyilib. Yekun biz şəhərsalmaya müraciət eləmişik. Deməli, icra hakimiyyətinə də, baş icra hakimiyyətinə də məktub yazıb ünvanlamışıq ki, bizim bu işimizi tezləşdirsiniz. Biz artıq onlardan cavab gözləyirik. Mart ayının axırına, mart ayının 31-nə qədər bizə söz veriblər. İllərdir ki, çıxarış ala bilməyən sakinlərin problemi tək bu da deyil. Ərazidə keçici olaraq lift, işıq, su problemləri də yaşanır. Onlar da ödədikləri aylıq ödənişlərin qarşılığında operativ xidmət gözləyirlər. Mühafizəçi sayımız kəskin şəkildə azalıb. 4 mühafizəçimiz var idi, salınıb 1 mühafizəçiyə. O da bir gün işləyir, bir gün işləmir. Mühafizəçi butqamıza baxsaz bomboşdur. Yəni burada kimsə maşını vursalar, dağılsa, partlasalar, heç kim xəbəri olmayacaq. İşıq kəsiləndə liftimiz işləmir. Yaşlı adamam, 10-cu mərtəbəyə qalxıram. Generator yoxdur. Bu boyda binalarda generator yoxdur. Qaradağ rayonu Rahat Evlər MTK rəhbərliyinə binada göstərilən xidmətlə bağlı da sorğu ünvanladıq. Bildirildi ki, kommunal ödənişləri bəzi sakinlər ödəsə də, bəziləri ödəmir. Bu da xidmətə təsir edir. Çoxlu incəliklər var Günel bu məsələdə də. Mən düşünürəm ki, bu çıxarış problemidir. Digər məsələlərdir, mənzillərlə bağlı, xüsusilə yeni tikililərlə bağlı ən aktual mövzulardan... Kvadratın az olmasıdır. 100%. Ən aktual mövzulardan biridir və onun ekspertlə müzakirəyə ehtiyacı var. Həmin mövzunun qonağımız isə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıdır. Ramil, xoş gördük sizi. Ramil, ən aktual məqamla başlayaq, ən aktual mövzu ilə başlayaq. Bu çıxarış problemi nəyə görə illərdir var, nəyə görə həll olunmur və hər hansı bir pozitiv notlar varmı bu istiqamətdə? Sujetdə qeyd etdi, siz orada maraqlı bir məqama toxundunuz ki, 8 il, hətta nəinki 8 il, 18 il, 20 il uzanan belə müddətlər var. Məsələn, bu problemin Azərbaycanda həlli üçün 2019-cu ildə möhtərəm cənab prezident tərəfindən çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı fərman verildi fevral ayında. Və həmin fərman çərçivəsində ölkədə təqribən 500-dən artıq binada təqribən 70 minə yaxın mənzil öz sənədlərinə qovuşdu, belə deyək. Uzun illərdən yığılıb qalan problem. Bu problemin yaranmasının təbii ki, müxtəlif səbəbləri var. Bu səbəblərin içərisində daha çox tikinti şirkəti, yəni MTK və yaxud MMC tərəfindən tikinti prosesi zamanı müvafiq sənədləşmə işlərinin ölkə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaması və yaxud qismən uyğun şəkildə aparılmamasını göstərə bilərik. Məsələn, deyək ki, burada müəyyən mərhələlər var, sərəncam, inşaat pasportu, tikintiyə icazət, tikinti nişanının alınması və s. mərhələlər var. Və hər bir mərhələnin də özünün içərisində eyni sayda sənəd növü var. Ki, bu sənədlərin hər birinin alınması proses başlamadan öncə, tikintiyə başlamadan öncə həyata keçirilməlidir. Amma çox təəssüflər olsun ki, bəzi tikinti şirkətləri deyək ki, sərəncamı alır, müəyyən ilkin sənədləşmə işlərini aparır, amma digər işləri saxlayır sonraki mərhələyə. Tikinti prosesi artıq deyək ki, ortaya çatanda və yaxud yekunlaşma mərhələsində istəyir ki, texniki şərt alsın, ala bilmir. Çünki müvafiq icra hakimiyyəti orqanı qeyd edir ki, siz qanunvericiliyin tələblərini pozmusunuz, buna görə də indiki mərhələdə mən sizə o sənəd verə bilmərəm və yaxud başqa sənədlərin alınması... Tikinti niyə görə dayandırılmır o zaman? Elə sənəd nümunələri var ki, tikintinin ortasında, deyək ki, icazə verən qurum, məsələn, şəhərsalma və tikinti, Dövlət Şəhərsalma və Tikinti Şəhərsalma Komitəsi bu prosesə nəzarət etmir. Yəni, nəzarət konkret olaraq onun səlahiyyət belə deyək də, formasından kənardadır. Onun səlahiyyətləri çərçivəsində deyil. Bəli. Buna görə də yekunda istismar üçün icazəyə müraciət olunanda yenidən sənədlərin
ekspertizası aparılır. Ekspertiza aparılarkən müəyyən olunur ki, burada bəzi sənədlər çatmır. Həmin sənədlərin çatışmaması isə təbii ki, o qeyd olunan binanın və yaxud kompleksin istismara icazəsinə imkan vermir. Bax, bu cür problemlərin yaranması sonradan tutaq ki, 1 bina, 2 bina, 5 bina, bir də baxırıq ki, 100-dən artıq bir kompleks artıq bina salınıb. qeydiyyat problemi yaşayır. Bu o demək ki, hər binada 100 mənzildən götürsək, bu o deməkdir ki, 10.000 ailə, 10.000 sakin qeydiyyat problemi yaşayır. Yəni, bu problemlərin çox təəssüf ki, həlli ilə bağlı bir çox hallarda vətəndaşlar da qanunla onlara verilmiş hüquqlardan istifadə etmirlər, tutaq ki, məhkəməyə müraciət etmirlər, hüquq mühafizə orqanlarına müraciət etmirlər və problemlər dərinləşə gedir. Elə yeri gəlmişkən, Ramil müəllim, ümumiyyətlə, kubçasız mənzildə yaşamaq vətəndaş üçün hansı hüquqi risklər yaradır? Bir də məsələnin digər bir tərəfi var. Məsələn, əgər vətəndaş gəlir, deyək ki, bünövrədən evi alır, orada bir müqavilə bağlayırlar və müqavilədə qeyd olunur ki, mənzilin ödənişini tam ödəyib qutardıqdan sonra sizə bir çıxarış veriləcək və yaxud da ki, həmin mənzil, bina mavi yanacaqla təmin olunacaq. Amma üstündən illər keçir, nə mavi yanacaq olur, nə də bir çıxarış ala bilirlər. Yoxsa sözdə verilir o vədə? Bu, yəni sənədləşmədə olur. Müqavilədə müəyyən bir müqavilə imzalayırlar həmin MTK ilə. Həmin müqavilədə qeyd olunur, amma yəni özləri təqdim etdikləri müqavilənin, belə deyək, əksinə gedirlər. Bu halda təbii ki, vətəndaş məhkəməyə müraciət edə bilər, düzdürmü, Ramil müəllim? Əlbəttə müraciət edə bilər. Problem o qədər dərindir ki, məsələn, hətta MTK-nın özünün müqavilə vermək səlahiyyəti yoxdur. Mənzil tikinti kooperativi kollegial bir, belə deyək də, idarə etmə üsuludur. Yəni, payçılardan ibarət olan bir formadır. Həmin qurumun verməli olduğu, yəni qanunla nəzərdə tutulan verməli olduğu sənəd ümumi yığıncağın protokolundan çıxarışdır, MTK-nın ümumi yığıncağın protokolundan çıxarışdır. Bir də maliyyə arayışdır. Bu iki sənəd. Amma istismara qəbul olmadan verilən bu cür sənədlərin özünün belə hüquqi, belə deyək də, mahiyyəti itmiş sayılır. Çünki bu sənədlər qeydiyyat orqanı tərəfindən bir çox hallarda qəbul olunur. Yəni, bu cür problemlər həddən artıq çoxdur. Bu problem ətrafında saatlarla danışmaq olar. Amma təəssüflər olsun ki, Azərbaycanda müəyyən normativ hüquqi aktlar qəbul olunsa da, bu problemi həll eləmək üçün onların icrası istiqamətində ciddi problemlərimiz hələ də qalmaqdadır. Rahman, daha bir xoşa gəlməz hal isə, misal üçün, əgər tikinti şirkəti fəaliyyətini tamamilə dayandırırsa və yaxud da ləğv olunursa, o zaman sakinlərin işi 2 qat çətinləşir. Onda nə etməlidirlər? Bütün hallarda, yəni müqavilə öhdəliklərinin pozulmasına görə vətəndaşın müraciət eləməli olduğu yer məhkəmədir. Yəni, başqa variantı yoxdur. Burada, aşkar olunarsa ki, məhkəmənin gedişində və yaxud müraciətin gedişində aşkar olunarsa ki, mənzil tikinti kooperativinin əməlində inzibati və yaxud cinayət tərkibli pozuntular var. Tutaq ki, o şəxslərin, vətəndaşların etimadından istifadə edib, sui-istifadə edib, onları aldadıb və s. və ilaxır. O halda artıq başqa qurumlar, başqa orqanlar məsələyə müdaxilə edib, qarışıb bu problemi həll etməlidir. Amma məsələ burasında müqavilə bağlanıb iki tərəf arasında müəyyən öhdəliklər götürüb, öhdəliklərin icrası ilə bağlı artıq problemlər var. Bu halda həmin müqavilə öhdəliklərinin icra olunmamasına görə vətəndaş qarşı tərəfi məhkəməyə verməlidir. Başqa alternativ yol yoxdur. Bəs Ramil müəllim, gəlin belə deyək də, deyək ki, bir tikinti şirkətidir. Mən vətəndaşam, bu binada yaşayıram. Bir tikinti şirkəti gəlir, bu binanı alır və məni 5 illik bir kirayəyə göndərir. Kirayə pulumu da həmin şirkət ödəyir. Və müəyyən müddətdən sonra bina artıq tikilib, necə deyərlər, yarıya qədər çatdırılıb və yaxud da ki, deyək ki, bütöv dikilib, qutarıb. Amma müəyyən bir səbəblərdən tikinti şirkəti müflis elan olunub və mən o halda nə etməliyəm vətəndaş? Birinci 5 illik kirayə müddəti olmur. Bir binanın tikilməsi üçün müəyyən olunmuş tikinti qaydaları və normativlərinə görə müddət var. Bu müddət binanın hündürlüyündən, ölçülərindən asılı olaraq 12-18 ay arasında dəyişir. Yəni, bu mənada tikinti şirkəti həmin müddət ərzində binanı tikib təhvil verməlidir. Sizin dediyiniz problemlər ortaya çıxırsa, təbii ki,
Bu halda artıq əgər mənzil tikinti kooperatividirsə, payçılar toplaşıb özləri bu tikintini davam etdirə bilərlər. MMC-dirsə artıq MMC məhkəməyə verilməlidir. Burada çox mürəkkəb prosedurlar var. Məhkəmə qaydasında onlar zərər çəkmiş formasında qismində tanınırlar. Yönəldilir qarşı tərəfinə əgər əmlakı varsa əmlakına və s. Bu da ki, çox təəssüf ki, bir çox hallarda həll olunmamış formada illərlə davam edir. Rahman, digər süjetimizə də baxdınız yəqin ki, orada misal üçün faktiki kvadratla çıxarışda olan kvadrat arasında uyğunsuzluq var. Bəli. Bu uyğunsuzluqla bağlı olan məsələlər necə həll edilməlidir? Belə hallar bugün Azərbaycanda kifayət qədərdir və hətta mən tikinti şirkətləri ilə şəxsi söhbətlərimiz zamanı bir çox hallarda onların rəhbərlərinə və hüquqşünaslarına bildirirəm ki, siz elə bir bilərəkdən qəsdən bir bomba hazırlayıb qoyursunuz binanın altına, o nə vaxtsa partlayacaq. Yəni, bu gün partlamasa belə. Bu məsələlər təbii ki, tikinti şirkəti rəhbərlərinin və yaxud vəzifəli şəxslərinin elan etdiyi formada, hansı ki, sujetdə də qeyd edirdi, əmlaka müraciət etməlidir, filan olmalıdır və s. və ilə axır. Deməli, bu tənzimlənir Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi ilə, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə. Həmin qərarda konkret olaraq, belə deyək, sahələrin ayrılması ilə bağlı qaydalar müəyyən olunub. Sujetdə də hörmətli ekspertimiz qeyd elədi. Divarlar, arakəsmə divarlar, çöl divarlar fərqi yoxdur. Bu sahəyə aid deyil, ümumi istifadə üçün nəzərdə tutulmuş şaxtalar, hansı ki, mənzillərin daxilində yerləşir, buna aid deyil. Hətta həmin qaydalarda balkonların, eyvanların, lojiyaların, teras sahələrinin belə müəyyən əmsallara vurularaq vətəndaşlara satılması qaydaları öz əksini tapır. Amma çox təəssüflər olsun ki, tikinti şirkətləri nəinki balkon, teras, eyvanlarla bağlı sahədə, o hissədə qanunu pozur. Hətta nəinki onları, hətta arakəsmə divarları, çöl divarları, ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələrini belə ümumi kvadrata salır. Argumentlərdə bir çox hallarda bundan ibarət olur ki, biz həmin sahəyə görə vergi ödürük, ona görə də bunu satmalıyıq. Hətta məhkəmə mübahisələrinə rast gəlmişik ki, məhkəmə mübahisələrində məhkəmə tikinti şirkətinin o argumentini təsdiq edib və onun xeyrinə qərar çıxarıb, amma kassasiya şikayəti verildikdən sonra Ali Məhkəmə bu qərarı ləğv edibdir vətəndaşın xeyrinə. Yəni, tikinti şirkətləri bilməlidirlər ki, bağlanılan heç bir müqavilə normadan, yəni qanunvericilik normasından üstün hüquqa malik ola bilməz, deyil də. Vətəndaş ona aldadıldığı bildiyi andan 10 il müddətində onun məhkəməyə müraciət etmək hüququ var. O müddət ərzində məhkəməyə müraciət edəcək və məhkəməyə müraciət etdiyi anda bazar qiyməti nədirsə, həmin qiymətlə tikinti şirkətindən. Bu proses nə qədər çəkilir? Çünki vətəndaş orada bir vaxt itirir, bir pul itkisi yaşanır. Proses uzun çəkəcək, amma bütün hallarda siz təsəvvür edin. Tikinti şirkəti 1 kvadrat metri 2000 manata, 1500 manata sizə ev satıbdır. Siz bunu 10 ildən sonra bilmişsiniz, artıq həmin dövrdə həmin binada mənzilin 1 kvadrat metrinin qiyməti 4000 manatdır. Siz iddia qaldıracaqsınız aldadıldığınız hissə ilə, tutaq ki, 20 kvadrat sahə ilə bağlı. 4000 manatdan 80 bin manat ondan kompensasiya tələb edəcəksiniz. Bir binada bir sakin işi uddusa, aldadılan bütün vətəndaşlar məhkəməyə müraciət edib işi udacaqlar. Əgər həmin vaxta qədər, Ramil müəllim, həmin o MTK qalsa, həmin o, necə deyərlər? Müflis olmasa. Bəli, müflis olmasa. Bilirsiniz necədir? Yəni, tutaq ki, bu MTK-nın, belə deyək də, 10-undan 3-ü və yaxud 5-i müflis oldu. Qalanları qalır da. Yəni, mən hesab edirəm ki, mənzil tikinti kooperativləri də, MMC-lər də, tikinti şirkətlərinin, investorların hamısının Azərbaycan qanunvericiliyinə tələb etmək və hörmətlə yanaşmaq bir bilavasitə vəzifələridir. Yəni, onlar bu belə deyək də, qanunlara əməl etməlidirlər, bu qaydaları pozmamalıdırlar. Təəssüf ki, bir çox hallarda onlar müqavilələrə müəyyən əlavələr etməklə hələ də bu vasitədən istifadə edirlər.
Ramin müəllim, digər bir maraqlı mövzu da var. Azərbaycanda kirayə qiymətləri bilirsiniz ki, 8%-ə yaxın artırıldı və bu rəqəmlər Mərkəzi Bankın pul siyasəti icmalına aiddir. Bu artım tempini bizim üçün izah edərdiniz. Mərkəzi Banka təşəkkür edirəm kifayət qədər pozitiv yanaşmaya görə. Bu əslində 8% rəqəmi ilə mən razılaşmıram, bu daha çoxdur. Yəni, kirayə mənzil bazarında qiymət artımları davam edir və bu tendensiya hesab edirəm hələ uzun illər davam edəcək. Bunun müxtəlif səbəbləri var. Burada təbii ki, makroiqtisadi səbəblərlə yanaşı, eyni zamanda mövcud ölkədə qəbul edilən bir sıra qərarların da icrası bu prosesə təsir göstərir. Məsələn, şəhərsalma, Azərbaycanda şəhərsalma ilə bağlı prosesin sürətlənməsi xüsusilə Bakı şəhərində. Bakı şəhərinin baş planının icrası istiqamətində şəhər mərkəzində yerləşən 1-2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri, eyni zamanda qəzalı vəziyyətdə olan bəzi çoxmənzilli binaların söküntüsü prosesi gedir və bunun nəticəsində bazara yeni kirayə ordusu daxil olur. Bunun nəticəsində köhnə, ucuz yaşayış fondu dövriyyədən çıxır, onun yerinə daha bağlı yaşayış fondu daxil olur. Qiymət qalxdıqca təbii ki, bu həmin əmlakın gəlirliyinə də təsir göstərir. Bu mənada baş verən proseslər hal-hazırda tələb yüksəkdir, təklif portfeli məhdudlaşır və s. Baş verən proseslər qiymətin artımına təsir göstərən amillərdir hamısı və bu proses də müxtəlif mövsümlərdə bir qədər də dərinləşir, tutaq ki, tələbələr gələrkən və s. məsələlər. Burada hesab edirəm ki, Bakı şəhərində insanların məşğulluq səviyyəsinin yüksək olması və s. məsələlər də təsir göstərir. Məsələn, regionlardan axın və s. məsələlər. Bu bizim üçün çox ciddi problemdir. Bu problemin həlli ilə bağlı da biz öz təkliflərimizi irəli sürmüşük, amma çox təəssüflər olsun ki, hələ ki, nə sahibkarlar, nə hökumət sahibkarların təşviq edilməsi istiqamətində hələ ki, ciddi bir addım atmır. Təşəkkür edirik. Çox sağ olun, Ramin müəllim. Çox sağ olun. Önəmli suallar cavablandırıldı Günel. Elə mənzil mövzusunu bəlkə də davam etdirək. Sanki burada top 3 deyil, top 4, top 5 var bugün bizim bu mənzillərlə bağlı olan məsələlərin müzakirəsi. Top 5-likdə yəqin ki, istilik problemi də yer alır. Var, yer alır. Günel, təsəvvür edin ki, Sumqayıtın 8-ci mikrorayon sakinlərinin istilik təminatı ilə bağlı kifayət qədər ciddi problemləri var. Problemin yaşı isə nə az, nə çox, düz 30 ilə gedib çıxır. Qaynar xəttə müraciət edən sakinlər bildirirlər ki, mənzillərini isitmək üçün elektrik qızdırıcılardan istifadə edirlər. Elektrik qızdırıcılardan da nə qədər istifadə etmək olar? Hələ onların o ayın sonunda gələn o qəbz, orada yazılan o məbləğ hər halda bir 60-70 manatı yəqin ki, bir üstünə olacaq. Bəli, hörmətli tamaşaçılar, sıradakı mövzumuz artıq bəllidir. Sumqayıtın 30 ilə yaxın 30 ilə yaxın deyəndə ki, elə 30 ildir davam edən mənzil problemi. Sakinlərin, daha doğrusu istilik problemi, bəli, sakinlərin keçmişdən qalan öyrəşdikləri mühitə qayıtmağı necə mümkün olacaqmı? Fərid Abbas mövzunu araşdırıb, gəlin birgə izləyək. Qaynar xəttimizə daxil olan növbəti müraciət Sumqayıt şəhəri 8-ci mikrorayon Koroğlu prospekti 215-239 20A ünvanındandır. Burada yaşayan sakinlər ümumilikdə 8-ci mikrorayon ərazisinin 30 ildir istiliklə təmin olunmadığını deyirlər. Əvvəllər mövcud olan istilik sistemi ləğv edilsə də, yenisi hələ də çəkilməyib. Biniyə köçən illəri istilik sistemi olubdur. Hökumət dağılana qədər bu sistem olub. İndi az, çox yanıb, sönüb olub. Ondan sonra bu istilik sistemi yoxdur. Həyatımıza təsir edir ki, bu nə qədər yanacaq işlədirik. Pensiyanı təqaüdçü adamıq. Bunun bir istilik sistemi çəkilməlidir. Bunun müəyyən qurumlar kömək göstərməlidir ki, bizim də yaşayışımız düzəlsin. Bizdə atabiliyən yoxdur, ancaq evdə pes ilə, tok pesi ilə evi qızdırır. Başqa çarəmiz yoxdur. Neyniyək? Qabaq var idi, SSR dövründə var idi, sonra kəsildi bizdən. Onunla əlaqədar biz 2 dəfə Azər İstiliyə müraciət eləmişik, İcra Hakimiyyətinə müraciət eləmişik, Sumqayıt İstilik İdarəsinə müraciət eləmişik. Bizə müsbət heç bir cavab verilməyib.
Hətta Azər İstiliyə hamı, bütün o idarələr, qurumlar Azər İstiliyi ünvanlayıb bizə. Orada müraciət eləmişik. Birinci yazdığımız məktuba yayındırıcı cavablar verib, məsələyə heç dəxli olmayan cavablar verilib. Binaları mərkəzi istilik sisteminə qoşulmadığından sakinlər alternativ vasitələrdən istifadə edirlər. Sovet hökumət dağılandan sonra bütün kəsildi. Turbalar öz-özünə gördü, bu çürür, tökülür. Hamı kəsildi, tulladı. Ən axırıncı da biz kəsib çıxartmışıq. İndi də soyuq olur, üşüyürük, yığdırıq otağın birinə. Bu peşdən istifadə edirik ki, heç olsa bir canımıza istilik keçsin. Məsələ ilə bağlı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözgedən ərazidəki binaların istiliklə təmin olunması üçün əvvəlcə layihənin investisiya proqramlarına salınması, daha sonra yeni bir qazanxananın tikilməsi və həmin binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulmasına ehtiyacı var. Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsas məqsəd mövcud, balansda olan yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatının keyfiyyətini ilbəil daha da artırmaqdır. Təbii ki, müraciət edənlər olur, mənzillər, fərdi mənzillər, hətta yeni tikililər və biz də marağındayıq ki, həmin binaların da, belə deyək, mərkəzləşdirilmiş qaydada istilik təminatına qoşulmasını həyata keçirək. Qurum rəsmisi həmçinin onu da əlavə etdi ki, mərkəzi istiliklə təmin olunmaq üçün sakinlər tərəfindən həmin binanın aşağı alt paylayıcı xətti, bütün bina daxili istilik xətləri yenidən çəkilməlidir. Bina sakinlərinin mütləq əksəriyyətinin ortaq qərarı ilə bu işlər icra olunduqdan sonra istilik sisteminin yenidən qurulması üçün Azəristilik Təchizata müraciət edilə bilər. Günel, proqramımızın əvvəlində siz qeyd etdiniz ki, bəzi hallarda bizim bu quyulardan, bulaqlardan daha doğrusu istifadə edərək içdiyimiz su təhlükə mənbəyinə çevrilə bilər və siz qeyd etdiniz ki, süjetdə hansısa maraqlı nüanslar var. Bəli, maraqlı nüanslar var. Bəli, Zərnişanın süjetini izləyənlər biləcəklər ki, orada hansı təhlükəli məqamlar var. Gəlin elə vaxt itirmədən süjetə keçid alaq. Bakının bir sıra ərazilərində sakinlər hələ də bulaq tipli sulardan istifadə edirlər. Görünüşcə saf və təmiz olan bu suların keyfiyyəti nə dərəcədə təhlükəsizdir. Sakinlər isə deyirlər ki, bu sulardan istifadə eləsələr də onların tam şəkildə yoxlanılıb, yoxlanılmadığından xəbərsizdilər. Gün ərzində yüzlərlə insanın üst tutduğu bulaqlar paytaxtın müxtəlif ərazilərində hələ də aktiv istifadə olunur. Bəziləri bu suyun təbii dadına güvənir, bəziləri isə illərin formalaşdırdığı vərdişə əsaslanaraq ondan istifadə edir. Buna baxmayaraq, bulaq suyunun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar zaman-zaman gündəmə gəlir. Mən bu su barədə gözümlə görməmişəm ki, necə hazırlanır. Əgər gözümlə görsəydim, mən buna inanardım. Rayonlarda düzdür, bulaqdan gələn suyu içirik. İnanırıq da, gözümüzlə görürük. Amma buna inanmız yoxdur bizə. Quyular var idi. O quyulardan şirin su gəlirdi. O quyulardan cəmaət istifadə edirdi. Həm ev işlərinə, həm xorəyə, belə. Təmiz su yoxdur. Təmiz su ancaq kran sudur, olardı. Yaxşı olsaydı qaynadıb içədi. Gəndə də indi sudur da gəlib də. Onu yoxlamaq üçün deyək spesialistlər gəlsin. Bəs sizcə təmizdir suyun tərkibi? Mən içməyəm, biz ailədə içməyik. Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti tərəfindən ictimai bulaqların suyu mütəmadi olaraq kimyəvi və mikrobioloji analizlərdən keçirilir. Nəzarət tədbirləri təsdiqlənmiş plan qrafik əsasında həyata keçirilir. İctimai bulaqlarda suyun kimyəvi və mikrobioloji tərkibi daim nəzarətdə saxlanılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq istismar təşkilatları tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmış nəzarət plan qrafikinə uyğun olaraq içməli su təchizatı sistemi və ictimai bulaqlar üzrə bütün məlumatlar suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyaya təqdim edilir. Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən həmin plan qrafika uyğun olaraq stasionar nöqtələr sayılan ictimai bulaqlardan su nümunələri götürülür və analizlər aparılır. Əgər kənarçıxma faktı, hər hansısa bir kənarçıxma faktı aşkar edildiyi təqdirdə isə təhlükəsizliyin təmin olunması məqsədi ilə dərhal aidiyyəti üzrə bütün qurumlara məlumat verilir.
Rəsmi qurumlar ictimai bulaqların suyunun daim nəzarətdə saxlanıldığını bildirsələr də, mütəxəssislər açıq mənbələrdən istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edirlər. Xüsusilə gigiyenik normalara əməl olunması və şübhə yarandıqda alternativ mənbələrdən istifadə edilməsi məsləhət görülür. Beləliklə, bulaq suyunun təhlükəsizliyi ilə bağlı nəzarət mexanizmi mövcud olsa da, vətəndaş mövqeyi fərqli olaraq qalır. Deməli, tarixçilər deyirlər ki, bu xüsusilə İçəri şəhərin tarixi ilə bağlı olan məsələlərdə, İçəri şəhərdə 4 istiqamətdə əvvəllər bulaqlar var idi, məsələn, quyular var idi daha doğrusu. Həmin quyulardan istifadə edərək sakinlər su ehtiyaclarını tamamlayırdılar. Lakin indiki dövrdə biz görürük ki, hətta bəzən bulaqlardan gələn su haqqında da dəqiq məlumat təhlükəlidir, yoxsa təhlükəsizdir vermək bir qədər çətin, çünki fərqli məqamlar var. Bəli, fərqli məqamlar var. Hətta orada sakin də qeyd etdi ki, niyəsə də bizim yadımızda belə qalıb ki, biz ümumiyyətlə belə öyrəşmişik ki, suyu qaynadıb daha sonra içməliyik. Bəli, amma bu zaman da onun tərkibindəki minerallar ölür. Amma indi gəlin, digər bir məsələ var burada, nüans var. Deyək ki, içmək üçün suyu qaynatdıq, içdik. Amma biz göyərti yuyuruqmu? Meyvəni yuyuruqmu? Və yaxud da ki, əllərimizi yuyuruq, dişimizi fırçalıq. Hər gün indi bu bulaq suyunu qoyuruq qırağa da. Evimizə gələn o su, nə qədər onun tərkibi təmizdir, nə qədər faydalıdır, nə qədər ondan istifadə edə bilərik. Hətta mən xatırlayıram ki, orta məktəbdə bununla bağlı bir bizim müzakirəmiz vardı. Mən orta məktəbdə oxuyarkən bir sinif yoldaşım qayıtdı, dedi ki, müəllim, biz evimizə suyu alırıq, içməli suyu. Müəllim o zaman qeyd etmişdi ki, yaxşı, bəs evinizdə göyərtini nə ilə yuyursunuz? Axı onu birbaşa qəbul edirsən və yaxud da meyvəni nə ilə yuyursunuz? Mütəxəssislər deyirlər ki, qaynar suyla yumaq daha çox məsləhətlidir. Lakin orada paradoks var, çünki vitaminlər ölə bilər. Bəli, vitaminlər ölə bilər, amma bütün hallarda indi bu bulaq suyu məsələsini qoysaq qırağa, ümumiyyətlə bizim evimizə gələn su, gündəlikdə istifadə etdiyimiz su nə qədər təmizdir, nə qədər etibarlıdır. Araşdırma mövzusudur. Baxın, o var. Təbii ki, və davam edirik, hörmətli tamaşaçılar. Qaynar xəttimizə gələn digər bir müraciətlə davam edirik. Belə ki, qarın müşayiəti ilə bu dəfə yolumuzu Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə saldı bizim əməkdaşlar və bura, belə deyək, xəritədə bir qədər yaxın görünür, amma elə yol boyu anlayırsan ki, məsafə kilometrdən çox əziyyətlə ölçülür. Yəqin ki, çuxurlar var yollarda, gölməçələr və bir sıra faktorlar. Hətta təcili tibbi yardım belə çətinliklə hərəkət edir bu yollarda. Bəli, anonsda bir müsahibədə bunu eşitdik biz. İnsanlar illərdir eyni problemdən əziyyət çəkir. Bəs bu vəziyyət hələ nə qədər davam edəcək? Gəlin Aygün Şirinovanın materialına baxaq. Qarın müşayiəti ilə Şamaxının Mədrəsə qəsəbəsinə yollanırıq. Çala-çuxurlu yolları keçərək ünvana çatırıq. Məlum olur ki, qəsəbəyə aparan yol uzun müddətdir bu vəziyyətdədir. Görməçələrlə dolu, kələ-kötürlü yollar sakinlərin səbrini hər gün daha çox sınağa çəkir. Onlar hər səhər eyni əziyyətlə üz-üzə qalır, hər axşam eyni yorğunluqla evlərinə qayıdırlar. Bu bitməyən mübarizə sakinləri artıq təngə gətirib. Gecə gəlmək olmur, yollar duman olur, çuxur olur, yolda bir dənə xət yox. 2-3 dəfə el olub ki, mən yoldan çıxmışam dumanda, traktora müraciət eləmişəm, traktor gəlib çıxardı. Bu yolun 2 kilometr layihəsi hazırlansaydı əgər, bu yola az məsarif pul lazım olardı və bizim yolumuzda vaxtında çəkilərdi. Təcili yardım gəlir xəstələrin üstünə, təcili yardım qırılır, bu yolda qalır. Ancaq qəsəbənin problemi bununla da bitmir. Ərazidə suyun olmaması da sakinlərin həyatını dözülməz eləyir. Susuzluq təkcə onların həyətlərini yox, həm də səbirlərini də qurudur. Kəndin də abadlığı yoldan sudan asırdı. O da yoxdur. Mal su içməyə bax, kəndin ətrafında su yoxdur. Demirəm, deməli bir ayda 200 manat ən azı and olsun Allaha biz suya pul veririk. Bax bu vəziyyət. Maşınlar gətirir yoxsa necə? Traktorlar gətirir, maşın gətirir. Şamaxıdan o böyük maşın var, gətirir 60 manata, 70 manata verir. Uşaqları, bu məktəb uşaqlarının paltarı, ayağı, başı, pastanız, palçıq olur, yumaq lazımdır, su çatıb.
Qəsəbənin problemləri ilə bağlı əvvəlcə Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yolun əsaslı təmiri üçün xüsusi təkliflər hazırlanıb. Layihənin investisiya proqramına salınması və yenidən qurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Su Ehtiyatları Agentliyindən isə deyildi ki, Mədrəsə qəsəbəsinin içməli su ilə təmin olunması məqsədi ilə alternativ su mənbələrinə baxış keçirilib. Gələcəkdə sözügedən ərazinin su kanalizasiya sisteminin qurulması məqsədi ilə layihə smeta sənədləri hazırlanaraq təsdiq edildikdən sonra müvafiq işlərin həyata keçirilməsi təmin olunacaq və qəsəbənin dayanıqlı içməli su təchizatı təşkil olunacaq. Yenə də Günel gələcək zaman istifadə edildi. Hansı əsrdə yaşayırıq, hansı dövrdə yaşayırıq ki, bugün su problemi, qaz problemi, yol problemi ilə üzləşirik. Və biz də ümidvarıq ki, Günel artıq növbəti süjetlərimizdə doğrudan da bu gələcək zamanın tez bir zamanda gəlməsinə və gələcəyinə ümid edirik. Və Hələ layihə hazırlanacaq. Layihə hazırlanacaq. Hələ təqdim olunacaq layihə, təsdiq olunmalıdır layihə. Ümid etmək qalır bizə. Günel, deməli Şamaxıdan keçid alırıq Moskva prospektinin Şamaxinka adlanan yol sahəsinə. Bəli, adların çox yaxınlığı var bir-biri ilə və buraxılışımızın əvvəlində də qeyd etmişdik ki, Şamaxinkada ilk dəfə işıqforlar istifadəyə verilir və hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri belə deyək quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Hazırda həmin kadrları da izləyirsiniz, hörmətli tamaşaçılar. Və istifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişmələri həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geri dönmə yerində hərəkət növbəliyini tənzimləyir. Yaxşı bir haldır. Yaxşı bir haldır Günel və mən düşünürəm ki, bu işıqforların quraşdırılmasından sonra mən yavaş-yavaş ümumiyyətlə paytaxtın müxtəlif yerlərində haradakı sürət həddi zəifdir, nisbətən azdır. Orada məhz bu cür işıqforların quraşdırılmasının tərəfdarıyam ki, yeraltı keçidlərin deyil. Tam razıyam sizinlə, Anar. Çünki bir də görürsünüz ki, indi kiminsə bir fobiyası var və yaxud da ki, bir narahatlığı var. Aşağı düşməli problem ola bilər. Nəzərə alsaq ki, bu bəzi hallarda həmin o pilləkənlər deyək də bir çox hallarda standartlara uyğun olmadığını görürük biz. Və yaxud da ki, həmin yerlərdə bəli, yaxşı olardı ki, elə deyəcəkdim ki, eskalatorlar quraşdırılsın, amma quraşdırılan yerlərdə də onların işlək olmadığını görürük. Və sanki quraşdırılır ki, baxın, bunu da etdik, bu da var. Amma işləyir, işləmir, o artıq, necə deyərlər, öz-özlüyündə böyük bir sual doğurur. Hörmətli tamaşaçılar, Qaradağ rayonunda bir qrup şəxs tarixi mədəni sərvətə ziyan vurub deyə bilərik. Əvvəlcədən əlbir olan bu şəxslər, hazırda kadrlardan da izləyirsiniz, qızıl axtarmaq məqsədi ilə milli tarix bədii qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Bəli, və qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyaları talamağa cəhd göstəriblər və mədəni sərvətləri yararsız hala salıblar. Həmin şəxslər öz əməllərini mobil telefonlar vasitəsilə Günel, ən qorxunç məsələ də məhz budur, lentə alıblar. Əbədiləşdirmək istəyiblər də yəqin ki, bu addımlarını və qeyd edək ki, Qaradağ rayon polis idarəsinin əməkdaşları əməli törətməkdə şübhəli bilinən 5 nəfəri artıq saxlayıblar. Həmin şəxslərin fotolarını da gördünüz və faktla bağlı artıq cinayət işi başlanıb. Bu da paradoksal məqamdır. Bəli, paradoksal məqamdır və hansı düşüncədə olasan, ümumiyyətlə nə düşünəsən ki, gedəsən həmin o mədəni sərvətləri yararsız hala salasan. Yəni biz bilirik ki, Günel, biz tarix kitablarını oxuyuruq, oradan maariflənirik, lakin bəzi hallarda mən düşünmürəm ki, bu adamlar hər hansı bir kitab oxuyublar. Lakin bəlkə də keçmiş zamanda orada hər hansı bir maddi mədəni irslə yanaşı, hər hansı bir qızılın olması ilə bağlı informasiya əldə edib
dərhal hərəkətə keçirlər. Bəlkə də o deyimə əsaslanıblar ki, indi hərdən bəzi adamlar oturub bir həyatından gilə eləyəndə deyirlər də, bir qızıl küp tapsaydım, ümumiyyətlə həyatımı dəyişərdim, bir dosta, qardaşa da dəstək olardım. Yəqin o məqsədlə araşdırma aparıblar. Bu da nəticə. Nəticə demişkən, hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra buraxılışımızın sonunda biz sizi günün nəticələri ilə tanış edəcəyik. Amma indi redaktorumuzdan xahiş edək, əgər indi üçün bir nəticə varsa, deyə bilərikmi? Leyla xanımdan xahiş edək, əgər indi bir nəticə varsa, bəli, Leyla xanım qeyd edir ki, günün sualına əsasən və təqdim etdiyimiz variantlara əsasən bugün bulaq suyundan içənlər, istifadə edənlər daha çox üstünlük təşkil edir və sualımız belə idi ki, artıq ekranda da görürsünüz, küçələrdəki bulaqların suyundan istifadə edirsinizmi? İndiki, hal-hazırki nəticələrə əsasən, bəli, içirəm deyənlər üstünlük təşkil edir. Bəli, maraqlı bir yanaşmadır Günel. Bu isə o deməkdir ki, köhnə ənənələrdən hələ də o istiqamətdə gedən, o ənənələrə sadiq qalan insanların sayı da kifayət qədərdir. Elə biz də bu yerdə öz ənənəmizə uyğun olaraq qısa bir xatırlatma edək ki, 010-230-40-40 nömrəli qaynar xəttimizə zəng vurub müraciətlərinizi edə bilərsiniz. Eyni zamanda WhatsApp və Telegram ünvanlarına da yaza, səsli və ya video mesaj göndərmə imkanınız var, dəyərli izləyiciler. Və eyni zamanda siz proqramımızı İctimai Televiziyanın mobil əlavəsindən İctimai TV mobildən də izləmə imkanı əldə edirsiniz. Və hörmətli tamaşaçılar, proqramımız hal-hazırda İctimai Televiziyanın YouTube səhifəsində canlı yayımlanır və elə ekranda gördüyünüz sualı da ekranda gördüyünüz QR koddan istifadə etməklə YouTube üzərindən səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Buraxılışımızın bu saatına qədər, bu dəqiqələrinə qədər bir çox maraqlı məqamlara toxunduq. Burada sənədsiz evlər məsələsi yer aldı. Ümumiyyətlə, gedib ev aldığımız zaman bizə orada təklif olunan kvadratla satdığımız zaman üzləşdiyimiz kvadrat nəticə eyni olurmu? Bununla bağlı bizim ekspertimiz oldu və ekspertimiz çox maraqlı bir açıqlama verdi ki, heç bir MTK-nın müqavilə bağlamaq ixtiyarı yoxdur. Baxın, bu məsələdə diqqətli olun, hörmətli tamaşaçılar. Bəs bundan sonraki dəqiqələrdə hansı xəbərlərdən məlumatlı olacaqsınız? Gəlin anonsları izləyək. Xəstəlik vərəqələrində yeni dövr. İşə götürənlərin təqdim etdiyi rublik vahid bəyannamələr əsasında hesablama aparılmış olacaq. Bəs bu yeniliyin maaşa təsiri necə olacaq? Bugün gəldim, gözümlə gördüm ki, həqiqətən kəsiblər. 20 ilin ağacını kəsib. Məzarın ətrafındakı 17 illik ağacları kim və niyə kəsib? On 17 illik ağaclar kəsib, maraqlıdır. Hər hansı bir təhlükə mi kəsb edirdilər, yoxsa nə idi? Düşünmürəm təhlükə kəsb etsin. Hər halda indi necə o qızıl axtaranlar olub, özlərindən bir, necə deyərlər, bir istək əmələ gəlib olardı. Yəqin indi axşam olub, qəbirstanlıq olub. Baxarıq süjetdə. Bir, necə deyərlər, bəlkə də heç... Hər hansı bir fərqli bir niyyət olub, normal düşüncəsi və niyyəti olmayıb, 18 illik ağacı kəssin. Amma bir məsələ də var, biz azmı rastlaşmışıq o hallarla ki, qəbirstanlıqda oğurluq edənlərlə bağlı azmı rastlaşmışıq? Təbii ki, rastlaşmamışıq. Hörmətli tamaşaçılar, digər bir mövzumuz da var bizim, onu anonsa salmamışıq, amma çox maraqlı bir mövzudur. Belə ki, palma yağı ilə bağlıdır, ucuz seçim, yoxsa gizli təhlükə. Əməkdaşımız Ayselin bununla bağlı çox maraqlı bir araşdırması var. Bir neçə dəqiqədən sonra həmin araşdırmanı sizə təqdim edəcək. Amma indi başqa bir araşdırmanı təqdim edirik. Belə ki, İlyas Məlikov uzun müddətdir onurğa xəstəliyi ilə əziyyət çəkir və belə deyək də yerimə qabiliyyətini itirib. 2025-ci ildə ona təyin olunan pensiya dayandırılıb və bu gündəlik tələbatını qarşılamaqda ciddi çətinlik yaradır. Əlbəttə ki, çətinlik yaradır və müsahibimiz bildirir ki, vaxtı ilə aldığı pensiya, dərman və müalicə xərclərini ödəməyə, həmçinin ailəsinə müəyyən mənada dəstək olmağa kömək edirdi və imkan verirdi. Hazırda isə bu vəsaitdən ümumiyyətlə məhrum qalması həyatını təbii ki, çətinləşdirib və o 50 dərəcəsinin artırılmasını xahiş edir. 2025-ci ildə 20 yaşlı 32 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 yaş
Ağsu rayonunun İlxıcı kənd sakini İlyas Məlikov 9 ildir onurğa sütunu xəstəliyindən əziyyət çəkir. Yerimə qabiliyyətini itirən müsahibimizin əlillik müddəti başa çatdığı üçün ona təyin olunan pensiya dayandırılıb. Onun sözlərinə görə vaxtı ilə aldığı pensiya gündəlik tələbatlarının və müalicə xərclərinin qarşılanmasına ciddi dəstək olurdu. Hazırda isə bu vəsaitdən məhrum qalması ən vacib ehtiyaclarını belə təmin etməkdə çətinlik yaradır. Şəkərdən müalicəmə köməklik edirdi, ağrı kəsilərimə köməklik edir. Çox şey, üzr istəyirəm, 2 körpə uşağım var. Onların müəyyən xəstələrində iynə dərmanına, kitab dəftərinə, palına, paltarına heç olmasa oturaq da olsam köməkliyim dəyirdi. İndi ondan da uzaqlaşmışam, yəni azad olmuşam, o pulu almıram, çox çətinlik çəkirəm. Mənə deyilə 1-ci qrup düşür, ona görə gedib yatmalıyam. Mən də xahiş edirəm ki, istəyirəm ki, istəmirəm 1-ci qrupu. Mənə elə köhnə aldığım 2-ci qrupu versinlər. Məsələ ilə bağlı təbibdən bildirildi ki, vətəndaşla telefon əlaqəsi saxlanılıb, vəziyyəti öyrənilib və məlumatlar Ağsu rayon mərkəzi xəstəxanası ilə dəqiqləşdirilib. Onun hazırda yataq xəstəsi olduğu müəyyən edilib. Qeyd olunub ki, vətəndaş 2025-ci ilin iyulunda Şamaxı rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasının iclasında iştirak etsə də, tibbi sənədləri yenilənmədiyi üçün əlavə müayinələrdən keçməsi tövsiyə olunaraq imtina qərarı verilib. Sonradan səhhəti ağırlaşıb. Fevralın 19-da vətəndaş yaşadığı üzrə Ağsu və Şamaxı rayon mərkəzi xəstəxanalarının komissiya üzvləri tərəfindən müayinə olunub. Nəticələr aktlaşdırılıb. İlyas Məlikova təkrar əlillik təyinatı üçün Forma 088-in rəsmiləşdirilməsinə dəstək göstəriləcəyi də bildirilib. Bu Forma 88 əməlli başlı bir müəmma olub deyə düşünürəm bu istiqamətdə. Bəli, amma sevindirici hal odur ki, anar olan bir dəstək göstəriləcək. Yəni, belə deyək də, bizə müraciət edən vətəndaşın qanunla necə lazımdırsa, yəni xahişi təqdim olunacaq. Çünki təmin olunacaq daha doğrusu. Çünki orada qeyd olundu ki, komissiya da təşkil olunub, artıq yəni komissiyada buna rəy verib, pozitiv məqamdır. Amma məni düşündürən digər bir məsələ var, anar. Burada yenə baxın, görürsünüzmü, vahid sistem üzərindən idarə, vahid sistemə müraciət, yəni oradan baxılması. Əgər bir insan haqqında, bir şəxs haqqında bütün sənədlər, deyək ki, SİMA-da toplanırsa, və yaxud da ki, MyGov-da toplanırsa, əlavə sənədlərin, nə bilim, istənilməsinə nə lüzum var, yəni? Doğru qeyd edirsiniz Günel, lakin burada istənilən halda əgər təkrar müayinə məsələsi varsa, hətta vahid sistem olsa belə, yenidən bu təkrar müayinə olacaq. Mən düşünürəm ki, bəzi hallarda ümumiyyətlə təkrar müayinə olmamalı, bilmirəm, bəlkə mənim şəxsi fikrim. Bəli, mən sizinlə tam razıyam. Deyək ki, bir insana müəyyən bir əlillik təyin olunubsa, deyək ki, onun belə deyək də, ayağı yoxdur, məsələn, və yaxud da bir qolu yoxdur. Hər il o adamın komissiyadan keçməyinə nə ehtiyacı var? Tam sizinlə razıyam və dəstəkləyirəm. Və yaxud da ki, adam yerimək qabiliyyətini itirib, müəyyən bir prosedurlardan da keçib, bir uğurlu nəticəsi yoxdur. O adam üçün hər il komissiyanın təşkil olunmasına nə ehtiyacı var? Xüsusi bir bənd olmalıdır zənnimcə ki, məncə, bəzi məqamlar nəzərə alınmalıdır burada və nəzərə alındıqdan sonra düşünürəm ki, o necə ki deyirik ki, kağız daşıyıcılardan keçmişik artıq elektron sistemə. Burada da vətəndaşın o get-gəli biraz necə deyirlər? Azaldılmalıdır və ümumiyyətlə yox olmalıdır. Tam razıyam sizinlə. Davam edirik, hörmətli tamaşaçılar. Əgər iş varsa, Günel, iş prosesi varsa, təbii ki, məzuniyyət, ezamiyyət... Məzuniyyətə gedirik, anar. Yox, hələlik yox. Eləcə də xəstəlik vərəqəsinin hesablanması məsələləri həmişə gündəmdə qalacaq. Xüsusilə xəstəlik vərəqəsi necə hesablanmalıdır? Bu maraqlıdır. Təbii ki, hər kəsə iş günü ilə, yoxsa təqvim günü ilə. Burada digər bir məsələ də var. Şənbə, bazar məsələləri. Əgər şənbə bazara düşürsə, burada ümumiyyətlə puldan hər hansısa bir, belə deyək də, kəsirlərmi, yoxsa əlavə mi olunur? Vətəndaşlar indi onu düşünür. Vətəndaşlar onu düşünür. Burada təbii ki, bayram günləri də ödənişdən ümumiyyətlə çıxılırmı? Baxın, ən maraqlı suallardan biri budur. Bəli. Çünki bu sualların artması təsadüfi deyil. Artıq xəstəlik vərəqələrinin hesablanmasında yeni yanaşma olacaq. Bu yeni yanaşma nədən ibarətdir konkret olaraq? Aysel Əliyeva danışacaq. Gəlin Ayseli dinləyək.
Xəstələnəndə maaşdan kəsiləcək, yoxsa artacaq? Xəstəliyi ilə əlaqədar işə getməyənləri ən çox düşündürən bu suala artıq yeni hüquqi müstəvidə aydınlıq gətirilib. Əsas yenilik odur ki, ödənişlər artıq iş günlərinə görə deyil, təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, şənbə, bazar və bayram günləri də artıq hesablamadan kənarda qalmır. Müəyyən qədər artma baş verdiyini görürəm maaşımda. Mən işləyən müddət bizim vaxtımızda, biz bülleten təqdim eləyəndə bizdə maaşda azalma, çoxalma olmurdu. Edilən dəyişikliklər təkcə günlərin sayına deyil, həm də ödənişin məbləğinə təsir edib. Əvvəllər işçinin stajından asılı olaraq ödəniş faizləri dəyişirdisə, indi bu fərq aradan qaldırılıb. İşə götürənlərin təqdim etdiyi rublüş vahid bəyannamələr əsasında hesablama aparılmış olacaq. Burada işçilər üçün fayda olan bir məqam var yeni qaydada ki, əvvəlki qaydada əsasnamədə işçilərin sığorta stajına görə hesablama aparılır. Yəni deyək ki, işçi 3 gün, 5 gün xəstələnibsə, iş günü hesablanır və işçinin müvafiq sığorta stajına görə 60%, 80%, 100% məbləğində ödənişlər həyata keçirilirdi. Artıq faizlər yığışdırılıb, işçinin stajından asılı olmayaraq hər kəsə 100% məbləğində müavinət hesablanır və ödənilir. Yeni sistem həm də kağız üzərindəki bürokratiyanı sıradan çıxarır. Artıq işçinin bülleteni itirmək və ya gecikdirmək kimi problemi olmayacaq. Hər şey rəqəmsal müstəviyə keçib. Sahibkar tərəfdən sadəcə dediyim kimi əməliyyat baxımdan, işə götürən əməliyyat baxımdan rahat olubdur. Həm də artıq o xəstəlik vərəqələri, kağızlar aradan qaldırılıb. Əvvəl texniki olaraq işə götürənlər işçi xəstələndikdə müəyyən səbəblərdən ya işçi unudub xəstəlik vərəqəsini gec təqdim edirdi və yaxud da deyək ki, hansısa problemlərlə üzləşirdilər. Amma indi o problemlər aradan qalxmış olacaq. Avtomatik olaraq dediyimiz elektron informasiya sisteminə daxil olduğuna görə həm operativ şəkildə, həm də düzgün qayda hesablama həyata keçiriləcəkdir. Bəs bu prosesə dövlət nəzarəti necə həyata keçirilir? Mərkəzləşdirilmiş sistem şəffaflığı necə təmin edir? Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, məqsəd vətəndaşın sosial təminatını daha çevik və itkisiz həyata keçirməkdir. Əmək qabiliyyəti müvəqqəti itirilməsi zamanı hesablanan müavinətin işçinin artıq son 12 təqvim ayındakı məcburi dövlət sosial sığortasına cəlb olunan vəsaitlərdən əldə edilən qazanc hesabına deyil, xəstələndiyi aydan əvvəlki 4 rüblə xeyrinə ödənilən sosial sığorta haqlarının 4 misli miqdarında hesablanacaq. Bu qazancın məbləği 4 rübdəki təqvim günlərinin sayına bölməklə gündəlik müavinət məbləği tapılır. Gündəlik müavinət məbləği isə əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrü əhatə edən təqvim günlərinin sayına vurulmaqla müavinətin cəmi məbləği hesablanır. Beləliklə, yeni metodologiya həm böyük şirkətlərdə kadr risklərini azaldır, həm də sıravi işçinin xəstəlik dövründə maddi itki ilə üzləşməsinin qarşısını alır. Şəffaflıq isə artıq bir klik qədər yaxındır. Maraqlı süjet idi. Düşünürəm ki, bir sıra önəmli məqamlar həmin süjetdə qeyd edildi. Günün sualınız qaldı bu məqamda? Sualım qalmadı, Anar. Elə sıradakı süjetdə çox maraqlıdır. Bayaq sizin qeyd etdiyiniz mövzuya biz indi qayıdacağıq. Qanunsuz kəsilən hər ağac torpağın ürəyindən qoparılan bir nəfəs ola bilər, xatirə ola bilər. Yəni ki, bu şərq aləminin ədəbiyyat ustadlarının birinin deyimidir. Güneyl elə düşünürəm. Və doğrudur, balta səsi altında susan ağaclar küləyə deyə bilmədikləri sevgini yarpaq-yarpaq itirir çox təəssüf ki, elə 20 ilin ağacının kəsilməsi də sakinlər arasında əsl rezonans doğurub. Doğrudur, ağac əgər biz qeyd etmişdik, əgər hər hansı bir təhlükə kəsb edirsə, kəsilməsi normaldır. Əgər deyilsə, bəs? Deyilsə, sujetdən biləcəyik, deyilsə necədir? Çünki sıradakı sujetdə çox maraqlı. Deməli, qəbirstanlıqda 18 ilin ağacı kəsilib. Bəli, görək işıqlandırdığımız mövzuda situasiya necədir? Bir nəzər salaq, daha sonra davam edərik. Bugün
gəldim, gözümlə gördüm ki, həqiqətən kəsiblər. 20 ilin ağacını kəsib satmaq məqsədi ilə. Söhbət Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığından gedir. Vətəndaş iddia edir ki, ərazidə ağaclar qanunsuz kəsilib. Hətta yeni kəsildiyi bilinməsin deyə üstü torpaqla örtülüb. Yoldaşım 2009-cu ilin oktyabr ayının 22-sinə rəhmətə getdi. Rəhmətə gedəndən sonra burada dəfn elədi. Dəfindən sonra bir 10-15 gündən sonra biz burada kölgəlik nöqteyi nəzərdən, çünki burada səhralıq kimi bir yerdir. Burada yandakı da qəbirlər yox idi burada. 3 dənə həmişə yaşıl şam ağacı əkdik burada. Və ondan sonra içəridə də bax bu gülləri əkdik ki, bunlara mütəmadi qulluq olunurdu. Həmişə gəlirdi yerindədir. Son bir 21 ay müddətində gələ bilmədi. Dünən uşaq gələndə anasının qəbrini ziyarət edən zaman mənə telefonda bildirdi ki, ata, bəs 3 ağacları kəsib. Nurəddin Hacıyev deyir ki, məsələni öyrəndikdən sonra qəbirstanlığa nəzarət edən şəxslə əlaqə saxlayıb. Ona bildirilib ki, ağacların kəsilməsi üçün icazə alınıb. Biz də onlarla əlaqə saxladıq, amma icazə verilməsi məsələsi ilə razılaşmadılar. Ağaclar iki məzarlıq sahəsinin arasında əkilmiş ağaclar olubdur. Həmən ağaclar böyüyüb, böyüyəndən sonra cəmaatın qəbrinə xəsarət yetirib, başdaşına xəsarət yetirib. Onlar onu kəsdiriblər. Amma yenə deyirəm ki, yəni heç bir tərəf mənə məlumat verməyibdi, bu haqda mənim məlumatım olmayıbdı. Ərazi də böyük olduğundan, yəni ki, hamısını nəzarətdə saxlamaq olmur da. Cəmaat gəlir, qəbirlərin, məzarların ziyarət edirlər. İddialara görə ağacların kəsilməsinə təşəbbüs göstərən şəxs yaxınlıqdakı digər məzarın sahibidir. Faktla bağlı Daxili İşlər Nazirliyinə də müraciət olunub. Suraxanı rayonunda ağacın kəsilməsi faktı üzrə prosesual araşdırma aparılır. Rayon ərazisində ağacın kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bildirib ki, araşdırma zamanı ərazidə Mirəhmət Fəttayev tərəfindən 3 ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt protokol tərtib olunub və 3950 manat məbləğində cərimə tətbiq edilib. Bundan əlavə kəsilən ağacların əvəzində yeni ağacların əkilməsi üçün Suraxanlı rayon icra hakimiyyətinə müraciət edildiyi bildirilib. Nə az, nə çox, yəni də düz 3 ağac Günel. 3 ağac və əgər doğru eşitdimsə 3950 manatda cərimə olunub. Satmaq məqsədi ilə buyurun. Bu da nəticə. Satmaq məqsədi ilə kəsdiyiniz ağacına görə bugün Qobustanda da bir növ kimsə xəzinə axtarırdı. Burada satmaq məqsədi ilə ağaclar kəsilir. Yəni Allah üçüncüdən qorusun deyə. Bəli, üçüncüdən qorusun. Ümumiyyətlə, necə deyərlər, bir hal yadıma düşdü indi yaşadığımız. Ümumiyyətlə, bu qəbirstanlığa getdiyimiz zaman görürük ki, bir 10 dənə, 5 dənə ən yaxşı halda molla gəlir qarşına ki, hər hansısa birində bir, necə deyərlər, kömək etmək istəyir də, deyək ki, ziyarət etmişik. Yəni, heçmi orada o ağac kəsiləndə hər halda bir xüsusi avadanlıqla kəsilibdir. O avadanlığın bir səsi olmadı. O qəbirstanlığa bir nəzarət eləyən olmayıb mı? Görsünlər ki, orada bir hansısa iş görürlər, gəlib onun qarşısına alsınlar. Bəlkə gecə saatlarında olub deyə müəyyən bir səbəb düşünməyə çalışıram, ancaq bu da çox inandırıcı görünür. Amma indi deyək ki, o kəsilən şam ağaclarının da qiyməti belə hansı bir qiymətdə olub ki, deyək ki, bir palma ağacı deyil ki, əkilməyib ki, orada deyək ki, gəlir onu kəsdi bir yaxşı qiymətə də satacaq, bir yaxşı pul əldə edəcək. Doğrudan kreativ bir yanaşma sərgilədiniz. Bu palma ağacı dediniz, başqa bir məqam yadıma düşdü. Çünki ölkəyə... İndi burada demirəm, gedib palma ağacını kəssin. Yox, təbii ki, ölkəyə idxal olunan palma yağı partiyasında, deməli, Günel, təhlükəli maddə aşkarlanıb və laborator müayinələr zamanı Rusiya Federasiyasının pişivi ingrediyenti, qida ingrediyentləri istehsalçısına məxsus məhsullarda kimyəvi emal çirkləndiriciləri müəyyən edilir. Və mütəxəssislərin qiymətləndirməsinə görə bu maddənin normadan artıq və uzun müddətli qəbulu insan sağlamlığı üçün, belə deyək, toksiki təsir yarada bilər və aşkarlanan uyğunsuzluq səbəbindən məhsulun dövrəyə buraxılmasının qarşısı alınıb. Yük partiyası ilə bağlı müvafiq qərar qəbul edilib. Müvafiq qərar qəbul edilib. İndi Günel, ən aktual sual ondan ibarətdir ki, bizim süfrəmizə gələn məhsullara tam əmin ola bilərikmi?
və yaxud da ki, nə dərəcədə əminik, nə etməliyik? Burada yenə də vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Gəlin Ayselin sujetini izləyək, hörmətli tamaşaçılar. Daha sonra davam edərik. Demək olar ki, hər addım başı qarşımıza çıxır. Şirniyyatlardan tutmuş hazır qidalara qədər tərkibində rast gəldiyimiz palma yağı illərdir müzakirə mövzusudur. Alıcılar isə seçim qarşısında tərəddüd edirlər. Kimi qiymətə qaçır, kimi də sağlamlığını hər şeydən üstün tutur. Palma yağı olanı almırıq. Heyvanı mənşəli yağlar işlədirik, almırıq xəstəliklərə görə. Duru yağlardan çoxdur, istifadə olunur xəstəliyə görə uşaqlarda. Özüm də tibbçisi olaraq bilirəm ki, ziyanlıdır bunların hamısı, təmiz yağ yoxdur. Yağ seçmək çox çətindir, həqiqətən də çətindir. Biz arvadlar yığışıb bir yerə söhbət edirik ki, görəsən hansı təmizdir, hansını alaq. Həm qiymətlər həddindən artıq bizim aldığımız maaşdan uyğunlaşmır da, həm də ki, seçim eləmək olmur. Açığı çətindir, yağ seçmək indiki zamanda çox çətindir. Bəs siz alanda ən çox tərkibində nəyə fikir verirsiniz? Tərkibində yəni təmiz yağ olsun da, şit yağ olsun, həm dadı yaxşı olsun, həm ziyanlı olmasın. Biz nə bilirik ki, içində nə var, bilmirik ki, alırıq. Vətəndaşların narahatlığı əsassız deyil. Bəs nə üçün istehsalçılar bu yağa bu qədər üstünlük verir? Mütəxəssislər deyir ki, səbəb həm iqtisadi, həm də texnikidir. Qidaların rəf ömrünü uzun saxladığı üçün, uzatdığı üçün, həmçinin ucuz olduğu üçün qida sənayesində daha çox istifadə olunur. Demək olar ki, bir çox paketlənmiş məhsullarda şokoladlar olsun, konfetlər olsun, şirniyyatlar olsun, palma yağından daha çox istifadə olunur. Təbii ki, palma yağı təbii halda faydalı olsa da, amma emal prosesinə girdikdə zərərli maddələr əmələ gəlir ki, bu zərərli maddələr də uzun müddət palma tərkibli qidalarla qidalandıqda insanda bir sıra sağlamlıq problemlərinə gətirib çıxarda bilir. Zərərindən qorunmaq üçün isə alternativlər kifayət qədərdir. Əsas məsələ etiketi düzgün oxumaq və ənənəvi təbii məhsullara üstünlük verməkdir. Ən yaxşı yağlardan seçim evdə salatlar üçün zeytun yağıdır, qızartma yağı olaraq kərə yağı və ya bizim ənənəvi üsulda iç yağ deyirik. Bəs ölkəyə idxal olunan və satışa çıxarılan bu yağlara nəzarət necə təşkil olunur? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qida zəncirinin bütün mərhələlərində monitorinqlər davam etdirilir. Palma yağı qida əlavəsi deyil. Qida məhsullarının istehsalında istifadə olunan əsas xam mal komponentlərindən biridir. Bu səbəbdən ona qida əlavələrinə tətbiq edilən E-kod sistemi şamil edilmir və ayrıca xüsusi qrafik nişan və ya identifikasiya işarəsi nəzərdə tutulmur. Belə hallarda məhsulun tərkibində istifadə olunan yağın növü barədə məlumat istehlakçıya etiketin tərkibi bölməsində açıq və aydın formada təqdim edilməlidir. İstehlakçılar qida məhsulunun tərkib siyahısı ilə tanış olmaqla istifadə edilmiş yağın növü barədə dolğun məlumat əldə edə bilərlər. Görünən odur ki, süfrəmizin dadı və canımızın sağlamlığı öz əlimizdədir. Mütəxəssis tövsiyələrinə əməl etmək isə bizi gələcəkdə yaranacaq fəsadlardan sığortalaya bilər. Bəli, sujeti də izlədik. Anar, buyurun, sizin fikirləriniz maraqlıdır. Fikirlərim ondan ibarətdir ki, hər məsələdə diqqətli olmalıyıq. Bəzi hallarda biz inanırıq ki, hə də artıq yağda heç olmasa heç bir təhlükə ola bilməz, təhlükəsizdir, ona da göz dəyir. Bəli, ona da göz dəyir. Bu göz dəyəndə biz nə edirik, Anar? Artıq bir ənənəmiz var ki, üzərlikdən istifadə edir. Amma indi üzərliyə də göz dəyib. Onunla bağlı da problemlər var. Bəli, onunla bağlı da problem var. Buyurun, xəbəri çatdırın. Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin xalq arasında üzərlik deyirik, lakin rəsmi adı qarmaladır və onun istifadəsi xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Bəli, müxtəlif məlumatlar yayılmaqdadır və Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi ilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə xəbərdarlıq edib. Elə bu mövzu
mövzunu araşdırarkən bir maraqlı məlumata da rast gəldik, hörmətli tamaşaçılar. Belə ki, Rusiya Federasiyası hökumətinin 7 yanvar 2024-cü il tarixli sərəncamına əsasən ümumiyyətlə üzərlik bitkisi, həmin o əslində adı sənətdə qarmalı olan bitki rəsmən narkotik vasitələr olan bitkilər siyahısına salınıb. Bu isə o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. Və bizim elə Səhiyyə Nazirliyinin yaydığı bu məlumat da insanların sağlamlığının qorunması üçündür və Səhiyyə Nazirliyinin məlumatında həmçinin o da qeyd olunub ki, hörmətli tamaşaçılar, əgər belə deyək, özünüzü narahat hiss etdiyiniz zaman belə hər hansısa bir bitkidən istifadə etmək istəyirsinizsə, məsələn, o xalq təbabəti deyilən bir yanaşma var da, mütləq şəkildə bir həkimlə məsləhətləşməyiniz tövsiyə olunur. Yəni, bu da sizin sağlamlığınız. Doğru vurğulayırsınız, çünki həmin o qarmala həm də tibbi məqsədlərlə də istifadə olunur. Bəli, tibbi məqsədlərlə istifadə edirlər bir sıra xəstəliklərin müalicəsində, bəzi hallarda. Açıq mənim üçün gözlənilməzdir. Mənim üçün gözlənilməz oldu. Amma mən bir də məsələni qeyd edim, Anar. Ümumiyyətlə, mən illərdir üzərliyin iyini, hansı məsafədən hiss etsəm belə, o anda dərhal mənim başım ağrıyır. Amma bir çox adamlar deyir ki, məsələn, əksinə, mənim başım ağrıyanda deyim ki, bir üzərliyi yandırıram, başımın ağrısı dərhal keçir gedir, bəli, sinirlərim sakitləşir. Bax, o sakitləşməyin də, o baş ağrısının da səbəbi məlum oldu. Yanaşmalar müxtəlifdir, lakin əsas olur ki, qanun nə deyir? Qanun nə deyir? Bəli, əsas olan qanundur. Qanunla bu necə tənzimlənir? Keçid alırıq digər bir mövzuya, hörmətli tamaşaçılar. Bəli, bununla bağlı sujetimiz var, gəlin sujeti izləyək. Son vaxtlar sosial şəbəkələrdə üzərlik bitkisi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla əlaqədar Səhiyyə Nazirliyi də bu bitkinin istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma təhlükəsi ilə bağlı maarifləndirici açıqlama ilə çıxış etdi. Vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi ilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə də xəbərdarlıq olundu. Bəs Azərbaycanda vətəndaşların bu bitki ilə bağlı fikirləri necədir? Kimsə tərifləyəndə, ya nəzərləyəndə, başına çörüb atıram. Qazın üstünə atırıq da, yəni. Bir şadlığa zada gedəndə, ondan sonra bir toya gedəndə nəfs var. Deyir, Allahın nəfsdən xəbəri yoxdur, gözdən xəbəri yoxdur. Amma mən yandırıram. O vaxtdan biz görürdük, bizim belə deyək də, qohumlarda falan var idi, o maşından asırdılar. Ki, o maşında olanda çıxdığımız yol, yəni, belə deyək də, xətəsiz, balasız olasıdır. Tüstüsünün müəyyən bir orqanizm üçün şey ola bilər, yəni. Faydaları ola bilər, başqa bir şey yox. Siz özünüz yoxlayıbsınız? Yox, amma müəyyən mətbuatda oxumuşam. Üzərlik qədim dövrlərdən bəri şərq xalqları arasında tanınan bitkilərdən biridir. Azərbaycanda isə bu bitki daha çox inanclar və mərasimlərlə əlaqələndirilir. İnsanlar üzərliyi yandırarkən onun tüstüsündən ətraf mühiti təmizlədiyinə və mənfi təsirləri uzaqlaşdırdığına inanırlar. Folklorşünaslar bu ənənənin ta qədimdən gəldiyini deyirlər. Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor mətnlərində xeyli sayda üzərlik salma mərasimi nümunələrinə rast gəlirik. Demək olar ki, ölkənin bütün regionlarında üzərlik salma xüsusi bir mərasim kimi təşkil olunur və insanlar düşünürlər ki, sırf üzərliyin yandırılması, onun tüstü sayəsində həm mənfi enerjilərdən, həm də gözdəymədən artıq xilas olurlar. Amma əksinə bu belə deyil. İnsan hər hansı bir səsli küylü məclisə düşəndə, ətrafında xoşu gəlməyən insanlar olduqda əsəbdən, stressdən onun beyinə qan aparan damarları daralır və qan dövranı zəifləyir. Üzərlik yandırılandan sonra isə onun tüstüsü sayəsində damarlar genişlənir, qan dövranı sürətlənir. Ona görə insanın əhval-ruhiyyəsi yaxşılaşır. Həkimlər isə deyir ki, üzərlik təkcə ənənəvi ritual elementi deyil, eyni zamanda tərkibində müəyyən təsir edici komponentlər olan bitkidir. Ənənəvi olaraq həmişə Azərbaycanda bu bizim subkultural bir ənənə kimi istifadə olunur. Yəni qorxunu almaq müxtəlif məqsədlərlə. Yəni bunun həmin ki, hansı ki yanır, bunun tüstüsü hava şəklində, bu
doza o qədər az ki, o heç bir effekt, heç bir şey hiss olmur, heç bir zərər olmur. Təbii ki, o insan daxilə qəbul olsa, çəkmə şəklində olsa, onun tərkibində müəyyən psixoaktiv maddələr var. Yəni harmindir, harmalondur. Yəni bunların təsiri insan psixikasına təsir eləyir. Qeyd eləyək ki, tərkibindəki psixotrik maddələrə görə üzərlik bitkisi və onun ekstratları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiyada üzərlik bitkisi rəsmən narkotik vasitələr olan bitkilər siyahısına salınıb. Bu o deməkdir ki, şimal qonşumuzun ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanılması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. Xarici ölkələrə səyahət eləyərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini daşımaqla böyük problemlə üzləşmək ehtimalı yaranacaq. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması belə ağır hüquqi nəticələrə səbəb ola biləcəyi nəzərdən qaçırmaq olmaz. Davam edirik, hörmətli tamaşaçılar. Günel, təsəvvür edin ki, rəqəmsal dünyada bir dəfə paylaşdığımız şəkil illər sonra bizə qarşı istifadə oluna bilər. Paylaşdığımız indi şəkil dediniz, xatırlıyorum, yazdığımız status ola bilər, verdiyimiz müsahibə ola bilər, məsələn. Burada sosial şəbəkələr deyə bilərik ki, yaddaşı silinməyən bir arxivə çevrilir. Maraqlı yanaşmadır. Lakin, hörmətli tamaşaçılar, Avropa məhkəmə təcrübəsinə əsaslanan Ali Məhkəmənin son qərarı unudulmaq hüququ anlayışını gündəmə gətirir. Bu hüquqa əsasən aktuallığını itirmiş, ictimai maraq daşımayan və şəxsin mənafeyinə zid olan məlumatların silinməsi və ya əlçatanlığının məhdudlaşdırılması mümkündür. Bəli, burada amma mənim suallarım yarandı. Kim müəyyən edəcək ki, onun aktuallığı itib və yaxud da itməyib? Və bu məqam niyə insanı məsuliyyətdən azad edir? Mənim bu suallarım. Və yaxud da ki, aktuallığını itiribsə, əhəmiyyəti yoxdur da onda. Təbii ki, əhəmiyyəti yoxdur. Niyə onda yaddaşda qalmalıdır? Başqa bir sualdır. Gəlin sujetə baxaq, daha sonra davam edərik. İnternet heç nəyi unutmur. Bu ifadə artıq rəqəmsal dövrün əsas qaydasına çevrilib. İllər öncə paylaşılan bir foto, verilən bir müsahibə və ya haqqınızda çıxan mənfi bir xəbər bugün karyeranıza və ya şəxsi həyatınıza kölgə sala bilər. Lakin artıq bu rəqəmsal ləkələrdən xilas olmaq mümkündür. Avropa məhkəməsinin təcrübəsinə əsaslanan Ali Məhkəmə unudulmaq hüququ ilə bağlı mühim qərar qəbul edib. Bəs vətəndaşlar bu barədə nə düşünür? Keçmişin rəqəmsal izləri silinməlidirmi? Xeyr, yox, istəmərəm ki, silinsin, ilə qalsa yaxşı olar. Bəli, elə hesablar olur ki, yəni uşaq vaxtı falan açıblar. O da ki, indi lazım deyil həmin hesablar. Xoşa gəlməyən şəkillər falan paylaşılır. Buna görə də sildirmək məncə yaxşı olar. Mən də istəyirəm ki, silinsin. Məsələn, adi bir TikTokdan götürək də, canlıda məsələn bir-birlərinə elə sözlər deyirlər, bir-birlərinə məsələn ədəbi, əxlaqsız özüm deyirlər. Mənim də balaca qardaşım var. Biz də sosial şəbəkəyə baxırıq. Nəyə görə? Yaxşı şeyə görə baxırıq. Biz pis şeylərə baxmırıq ki, ona görə də mən razıyam ki, silinsin. Unudulmaq hüququ şəxsin rəqəmsal platformalarda yayılmış köhnə məlumatlarının silinməsini tələb etmə imkanıdır. Əgər məlumat artıq öz aktuallığını itiribsə, ictimai maraq kəsb etmirsə və şəxsin mənafeyinə ziddirsə, onun əlçatanlığı məhdudlaşdırıla bilər. Xəbər saytları, sosial şəbəkələr, bütün bunların hamısı internet informasiya resursları hesab olunur və məlumatların toplusu olan bir hissədir. Vətəndaşın tam ixtiyarı çatır ki, bununla bağlı müraciət eləsin və bu məlumatların görünməməyini tələb eləsin. Amma vətəndaş bir şeyi bilməlidir ki, bir çox hallarda həmin məlumatların bloklanması və ya silinməsi yalnız müəyyən coğrafi ərazi üçün keçərli olur. Məsələn, tutaq ki, Azərbaycan Respublikasının ərazisində qadağan olunan bir məlumat Braziliyada axtarışda tapıla bilər. Maraqlıdır ki, bu hüquq yalnız fiziki şəxslərə deyil, hüquqi şəxslərə də şamil edilir. Məsələn, bir şirkətin 5-10 il əvvəl istehsal etdiyi qüsurlu mal haqqında xəbər indi onun biznesinə mane olursa, həmin məlumatın arxivləşdirilməsi tələb oluna bilər. Həmçinin
Həmçinin vəfat etmiş şəxslərin yaxınları da onların rəqəmsal ruhunun dinc qoyulması üçün məhkəməyə müraciət edə bilərlər. Həmin informasiya resursundan çıxarış tələb olunur. Bir, vətəndaş izah eləməlidir ki, onun hansı hüquqları pozulur və həqiqətən də bu hüquqlar onun hansı zərərlərinə səbəb olmuşdur bu hüquqların pozulması. İki, üçüncü də ki, belə deyək də, gələcəkdə o hansı ehtimallardan dolayı bunu eləyirsə, bunu izah eləməlidir. Və ümumiyyətcə, vətəndaş belə bir hüquqdan istifadə edə, belə bir məlumatın onun barəsində yayılmağını istəmir. Prosesin texniki tərəfi isə hüquqi tərəfi qədər mürəkkəbdir. Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin hesablarının idarə olunması və ya tamamilə silinməsi xüsusi prosedurlar tələb edir. Sosial şəbəkənin texniki dəstək xidmətinə müraciət edərək həmin şəxsin vəfat etməsi və bu səbəbdən hesabın silinməsi haqqında bir məsələ qaldıra bilər. O zaman sosial şəbəkə sahibləri, belə deyək, texniki dəstək xidməti bu məsələnin doğruluğuna əmin olmaq üçün müəyyən təsdiqləyici sənədlər istəyə bilər, müəyyən yoxlamalar apara bilər ki, misal üçün son dəfə sistemə nə vaxt daxil olub istifadəçi və s. Əgər təsdiqlənərsə, mən düşünürəm ki, bu sosial şəbəkə tərəfindən bu silinmə baş tuta bilər. Bir sözlə, artıq keçmişdə etdiyiniz səhvlər və ya haqqınızda yayılmış neqativ məlumatlar sizi ömür boyu təqib etməyəcək. Unudulmaq hüququ həm insanlara, həm də şirkətlərə rəqəmsal dünyada yeni və təmiz bir səhifə açmaq şansı verir. Lakin bir şərtlə ki, həmin məlumatların silinməsi cəmiyyətin ümumi maraqlarına zidd olmasın. İndi bir məqam da var ki, insan mövqeyi dəyişə də bilər. Bəli, mövqeyi dəyişə də bilər. Sujeti izlədik. Daha hansı məqamlara xüsusi olaraq diqqət yetirməliyik. Bunu öyrənmiş olduq və həm də onu bildik ki, internet ümumiyyətlə heç nəyi unutmur, yaddaşında saxlayır. Yaddaşı sonsuz olaraq qalır. Belə, indi biz günümüzün sualının nəticələrinə də diqqət edə bilərik Günel və burada baxırıq ki, bulaqların suyundan istifadə edirsinizmi deyə sizə müraciət etmişdik. Bərabərlik var. Bəli, içirəm deyənlər 45%, xeyr, etibar etmirəm deyənlər də 45% təşkil edir. Qaynatmaq şərti ilə deyənlər 9%-dir. Bəli, qaynatmaq şərti ilə deyənlər 10% təşkil edir. Çox maraqlı bir halda ki, ümumiyyətlə bizim buraxılışımız boyunca bundan öncəkilər də, yəni bərabərlik olub variantlar arasında, amma məhz bəli ilə xeyr arasında bir bərabərliyin olması, tam bərabərliyin olması bu ilk dəfədir. Bəli, bu tamaşaçı yanaşmasıdır. Hər birinizə təşəkkür edirik, hörmətli tamaşaçılar. Tamaşaçılardan söz düşmüşkən, Günel, bir mesaj var burada. Biz söz vermişdik ki, oxuyacağıq. Bir gənc tamaşaçımızdır, yəqin ki, yazır. Salam, indi İctimai Televiziyanın avtomobili bizim məktəbimizi çəkirdi. Yəqin bizi sosial şəbəkələr vasitəsilə izləyən və yaxud da ki, artıq birinci növbədən qayıdan bir şagirddir. Təşəkkür edirik həmin şagirdə də, ümumiyyətlə bizi izləyən bütün tamaşaçılarımıza təşəkkür edirik və əgər İctimai Televiziyanın əməkdaşlarını siz hər hansısa bir bölgədə görmüsünüzsə, demək ki, orada bir işıqlandırma aparılır, bir narahatlıq araşdırılır, bir problem araşdırılır və demək ki, İctimai Televiziyanın efirində həmin çəkiliş yayımlanacaq. Odur ki, İctimai Televiziyanı diqqətlə izləyin, hörmətli tamaşaçılar. Hər birinizə təşəkkür edirik. Burada biz sizinlə sağollaşırıq və hər birinizə xoş həftə sonu arzulayırıq. Görüşənədək.